Nömrələrinin qiyməti 2-20 milyon dollar arasında dəyişir. Bundan əvvəlki videoda Dubayın kasıb tərəfini gördünüz. Bura isə bir çoxlarımıza tanış olan mərkəzi hissədir. Milyonçuların ən hündür binanı kim tikəcək deyə yarışdığı Dubayın mərkəzindəyik. Burada dünyanın ən bahalı və ən prestijli daşınmaz əmlak bazarlarından biri formalaşıb. Təkcə yaxşı avtomobil nömrələrinin qiyməti 2-20 milyon dollar arasında dəyişir. Dubay deməli son 30 ildə olduqca sürətli bir inkişaf yolu keçib. İndi müasir binaları, rəqəmsal texnologiyaları və ağıllı həlləri ilə seçilən yeni Dubaydır bu ərazilər. Elə arxada göründüyü kimi möhtəşəm göydələnlər və bu hissədə dünyanın ən hündür binası Burj Khalifa. Hündürlüyü 828 metrdir. Ümumilikdə 163 mərtəbədən ibarətdir. Burj Khalifa və Dubay Mola yaxın yeni tikililərdə mənzillərin qiymətləri layihədən, mərtəbədən, mənzilin sahəsindən və mənzərəsindən asılı olaraq ciddi şəkildə dəyişir. Kiçik, bir otaqlı mənzillər təxminən 1 milyon dirhəmdən, yəni təqribən 460 min manatdan başlaya bilir. 2 otaqlı mənzillərdə isə qiymətlər çox vaxt 1,5-3 milyon dirhəm aralığında, yəni təxminən 690 min, 1 milyon manata qədər yüksəlir. Daha böyük və lüks mənzillər, xüsusilə Burj Khalifa mənzərəli penthouselar isə artıq milyonlarla dirhəmə satılır. Dubayda evin qiymətinə təkcə kvadrat metr təsir etmir. Mənzərənin özü belə ciddi qiymət dəyişə bilir. Burj Khalifa mənzərəsi, yüksək mərtəbə, layihənin brendi, hovuz, fitness salı, resepsiyon və digər xidmətlər mənzilin qiymətinə təsir edən əsas amillərdəndir. Bəs bu qiymətlərə mənzil alıb yatırım etmək sərfəlidirmi? Dubayda daşınmaz əmlak bazarının əsas üstünlüklərindən biri odur ki, mənzili həm uzun müddətli, həm də qısa müddətli kirayəyə vermək mümkündür. Amma gəlirlilik konkret layihədən, ərazidən və alış qiymətindən asılıdır. Yəni Dubayın mərkəzində mənzil almaq istəyirsənsə, yarım milyon manatdan başlayan büdcə ilə bazara daxil olmaq mümkündür. Amma prestijli və geniş mənzil üçün büdcə artıq milyon manata qədər yüksələ bilir. Sizcə bu qiymətlər Dubay üçün normaldır, yoxsa həddindən artıq bahadır? Şərhlərdə fikrinizi yazın.